Salam uşaqlar, bugünkü mövzumuz 2 dəyişən olan ifadələr. Səhifə 27-28. Uşaqlar, mövzunu bəyənsəz, bəyənməyi, abunə olmağı və şərh yazmağı unutmayaq. Başlayaq dərsimizə. Uşaqlar, keçən sizinlə bir dəyişənə olan ifadələr keçmişik. Bir dəyişənə olan ifadələr dəyişənlərin sayı 1-dirsə, yəni sadəcə x-dən ibarətdirsə və yaxud da ki, sadəcə y-dən ibarətdirsə, bu olmuşdu bizdə bir dəyişən olan ifadə. Məsələn, yazırdıq belə bir ifadə x plus 5. Yadınızdadır uşaqlar bu. Baxın uşaqlar, burada dəyişən nə idi? X, y, a, b. Burada sadəcə x var. Sadəcə x-dən ibarətdirsə, bu olur bir dəyişən. Və yaxud da y plus 6y bir dəyişənli ifadədir. Səbəb niyə? Sadəcə y var. Əgər bizdə başqa bir dəyişən olarsa, məsələn, deyirəm ki, plus y. Hə, bir dəyişənim x-dır, bir dənə dəyişənim y-dir. Əgər ifadədə 2 dənə dəyişən varsa, bu olur bizdə 2 dəyişənli ifadə. Yuxarıda ifadəmiz olacaq 2 dəyişənli. Yəni 2 dənə dəyişən olmalıdır. A, B. Məsələn, 5A plus B 2 dəyişənli ifadədir. Səbəb niyə? A var, bir dəyişənimiz. Bir dənə də B var. Məsələn, x kvadratı plus y 2 dəyişənli ifadədir. Səbəb niyə? X var, y var. 2 dənə dəyişən var. Əgər ifadədə 2 dənə dəyişən varsa, bu olur 2 dəyişənli olan ifadə. Bura kimi problem yoxdur uşaqlar. Gəlin indi ifadələr hansı formada verilə bilər? Elə kitab üzərindən izah edəcəm. Kitabda verilmiş ifadələr üzərindən. Məsələn, deyə bilər ki, gəlin indi kitabdan baxın. Orada nümunələr deyim. Başqa nə demək? Aha, məsələn deyir ki, A-nın 2 misli ilə B-nin cəmi. A-nın 2 misli ilə B-nin cəmi nədir? A-nın 2 misli deyəndə nəyi nəzərdə tutur? A vur 2. 2 misli ilə 2 mislini tapdım. B-nin cəmi. Bu da bərabərdir. A vurulsun 2 bizə nəyi verir? 2A-nı verirmi? 2A plus B. Və yaxud da verilə bilər. X-in kvadratı ilə y-in cəmi. X-in kvadratı nədir? X-in kvadratı, kvadrat deyəndə üstündəki. X-in kvadratı ilə y-in cəmi. Burada hasili də verə bilər, cəmi də verə bilər, fərq eləməz. Fərqi də verə bilər, fərqi yoxdur. Başqa bir ifadə deyək, başqa burada nə ifadəsi verib? A və B-nin cəmi ilə 4-ün hasili. A və B-nin cəmi ilə cəmini tap və deyək ki, 4 ilə hasilini tap. Yəni, hasili deyirsə, nəyi nəzərdə tutur? Vurulmasını tap. Başqa bir ifadəmiz C və D-nin fərqi ilə 2-nin qisməti. C ilə D-nin fərqi. Fərqini tapdım. Fərq nə idi uşaqlar çıxılması? Fərqi ilə 2-nin qisməti. Qismət deyəndə nəyi yazırdıq? Bölünməsi nəzərdə tutulmuşdur. Aydındır uşaqlar, bu formada ifadələrimizi qururuq. Gəlin indi misallar üzərindən baxaq. Görək misallarımız hansı formada verilib. Baxıram suallara. Birinci sualda nə deyir? Verilmiş ifadəni oxuyun. A ilə 4-ün hasili ilə 3 ilə B-nin hasilinin cəmi. A variantında budur. Bir daha deyirəm. A ilə 4-ün hasili ilə. Yəni, hasilini tap. Sonra biz nəyi tapmalıyıq sonra? 3 ilə y-in hasilini düzdür. 3 ilə B-nin hasilini düzdürüm. 3 ilə B-nin hasilinin cəmi. Axırda cəmləyirik. B variantı 3 ilə A ilə B-nin cəminin hasili. Və yaxud da deyə bilərəm ki, A ilə B-nin cəmini tap. 3 ilə hasili. Hasili axırda hesablayırıq. Çünki birinci mörtəsi daxili. İndi burada birinci nə ayıracaq? 2 verini vuracaq C-yə, düzdürmü? C ilə 2-nin hasili ilə hasilini tap.
D-nin fərqi çıxılmadı deyə D-nin fərqi dedim. D variantında birinci nəyi tapacaqsınız? Mörtəzə daxilini. Deməli, birinci mörtəzə daxilini oxuyacağım. C ilə D-nin fərqi ilə 2-nin hasili. Hasilini axırıncı dedim. Y variantında birinci nəyi tapırsınız? M-in kubunu, sonra 5 vureni, düzdürmü? Ən axırda cəmi tapırıq, düzdür? Cəmi demən axırda deyəcəm. M-in kubu ilə, birinci M-in kubunu dedim. M-in kubu ilə, bu sizə qurtardım. 5 və N-in hasilinin, ikinci addım hasili işləməli idi, hasili dedim. 5 və N-in hasilinin cəmi. Cəmini axırda dedim. Qurtardı uşaqlar. İkinci sual. Deyir ki, riyazi ifadə şəklində yazın. 3 dənə bəndini mən yazacağım. Deyir ki, M-in 5 misli ilə N-in cəmi. M-in 5 misli nədir? 5'e vururam. 5'in. N'in cəmi. B variantı. A və B-nin fərqi ilə fərqini tap deyir. Fərqini birinci tapıramsa mörtəzə yazıram. Fərqi ilə 3'ün hasili. C variantı. Siz deyil, D-ni mən deyirəm. X-in kubu ilə Y-in kvadratının bax, X-in kubu ilə Y-in kvadratını. Bura kimi deyim mənə. Sonra ardını oxuyuram. Y-in kvadratının cəmi. Bunların cəmi. C variantını özünüz. Növbəti sualda, üçüncü sualda deyir ki, cədvəli tamamlayın. İnşallah A bəndini mən tamamlayacağım. B bəndini siz özünüz tamamlayın. Verilib bizə nə? Cədvəlimizlə. Ya da uşaqlar A-ya aid də 3 nümunə göstərəcəm, B-yə də aid 3 nümunə. İkisindən də işləyim ki, bilək. A, B, K plus B. A verilib 2, B verilib 3, mənfi 3, 4, mənfi 4, mənfi 3. İndi mənə deyir ki, bu ifadəni boşluqlar tamamla, düzdürmü uşaqlar? Birinci, baxın, A bərabərdir 2, B 3 verilir. Bunun üçün yazıram. Yazıram bir dəfə də altına. A bərabərdir 2, B bərabərdir 3. Yazıram 2 vurulsun. A nə verilib? İfadə nə idi? 2A plus B. Düzdürmü? Yazıram 2 vurulsun. A nə verilib uşaqlar? 2. 2. Üzərinə gəlsin B nə verilib? 3. Qiymətin yerinə qoyuram. 2 vur 2, 4. 4 plus 3, 7. İfadənin qiyməti neçə oldu? 7. Keçirəm. A bərabərdir mənfi 3. B bərabərdir 4. 2 vurulsun. A neçə verilib? Mənfi 3. Mörtəzə yazın uşaqlar mənfini. Çünki vur çıx formasında yaza bilməzsiniz. Mörtəzə mənfi 3. Üzərinə gəlsin B-miz neçə verilib? 4. Bu bərabərdir. 2 vurulsun mənfi 3. Biri müsbət, biri mənfidirsə hasil elədi mənfi. 2 vur 3, 6. Plus 4. Ədədlərdən biri mənfi, biri müsbətdirsə cəmini tapanda böyükdən kiçik çıxılır. Böyüyün içərisi qarşısında yazılır. Yəni elədi 2, mənfi 2. Formasında təyin olunur. Cavab elədi mənfi 2. A bərabərdir mənfi 4. B bərabərdir mənfi 3. İndi yazdığı ifadə nə idi? 2A plus B. 2 vurulsun. A-nın yerinə neçə elədi? Mənfi 4. Plus B-nin yerinə neçə elədi? Mənfi 3. Mörtəzə yazın. Bərabərdir. 2 vurulsun mənfi 4. Elədi mənfi 8. Plus mənfi 3. Uşaqlar, demişdik ki, ədədlərdən ikisi də mənfidirsə, cəmini tapanda ədədlər cəmlənirdi, işarə də qarşısına yazılırdı. Düzdürmü?
Səbəb niyə? Mənfi nə idi? Borc. Sən 8 manat borc aldın. Sonra plus əlavə elədin üzərinə 3 manat borc. Cəmi elədi, deyilmi? 11 manat borc. Mənfi 11. Aydın uşaqlar? Mənfi 11. A variantının 3 bəndini mən dedim. 2 bəndində siz özünüz. Keçirəm B variantına da aid nümunə deyəcəm uşaqlar. M-imiz, N-imiz verilib. Verilib sualda bizə m kvadratı çıxılsın 5n 3, 5, mənfi 2, 4, mənfi 4, mənfi 5. Aha. İfadəmiz nə oldu? M kvadratı çıxılsın 5n. Bu bərabərdir. M-in yerinə neçə verilib? 3. N-in yerinə 5. 3, 5. M-in yerinə 3. 3-ün kvadratı. Mürtəzə yazmama ehtiyac yoxdur. Onsuz da müsbət ədədi. Çıxılsın. 5 vurulsun. N-imizin yerinə neçə verilib? 5. 3-ün kvadratı elə 9. Çıxılsın. 5 vur 5, 25. 9 çıxır 25. Ədələrdən biri mənfi, biri müsbətdirsə, 9-un işarəsi yoxdur deyə müsbət götürdüm. Biri mənfi, biri müsbətdirsə, böyükdən kiçik çıxılırdı, böyüyün işarəsi qarşısına yazılırdı. Elədi 16 fərqi, modulca böyüyümüz mənfi 25-dir. Cavab elədi mənfi 16. Bir daha yazıram, mənfi 16. Buna uyğun n bərabərdir mənfi 2, n bərabərdir 4. Mənfi 2-nin kvadratı mənfi 2 mörtüsdə yazılır uşaqlar. Çıxılsın, 5 vurulsun, n-imiz elədir 4. Mənfi 2 vurur mənfi 2. Mənfi vuranı nə edir? Müsbət 4. Çıxılsın, 5 vur 4 elədir 20. 4-dən 20 çıxanda böyükdən kiçik çıxılır. 16, böyüyün işarəsi qarşısına, modulca böyüyün işarəsi qarşısına, mənfi 16. Növbət bənd m mənfi 4, n mənfi 5. Yazdıq. M-in kvadratı mənfi 4-ün kvadratı. Çıxılsın, 5 vurulsun mənfi 5. Bu bərabərdir. Bu bərabərdir. Mənfi 4-ü mənfi 4-ə vuranda kvadratını tapanda elədi müsbət 16. Mənfi və mənfi işarə dəyişdi mi? Düzdürmü? 5 vur 5, 25. 16 plus 25 elədi 41. Tüh, ifadənin qiyməti 41. Qurtardı. Bu formada təyin edirik. Keçirik növbət bəndimizə. Nə deyir bizə? Deyir ki, tapşırığa uyğun dəyişənə olan ifadə yazın. Aha, birinci ifadəni yazmalıyıq. Sonra dəyişən verilmiş qiymətində ifadənin qiymətini hesablayın və alınan nəticəni izah edin. Gəlin başlayaq. Verilib A variantında bizə nə? A variantını tapaq. A variantında bizə nə deyir? Deyir ki, lalə qiyməti 0,40 olan A sayda qələm. Aha. Demək, neçə dənə qələm alıb? A sayda. Qələm. Qiyməti neçədir? 0,40.
0,4 yazsaq da olar. Hələlik belə yazım. 0,40. Yəni 40 qəpiyə olan, düzdürmü? Neçədən alıb 40 qəpiyə olandan A dənə qələm alıb. Sonra qiyməti 80 qəpiyə olan B saydı dəftər. Dəftər qiyməti 80 qəpik. 0,80. B saydı dəftər. Sayda B dənə. Bu sizə kimi məlum. Dəftər aldı. Deyir bizə, Lalənin nə qədər pul ödədiyini hesablamaq üçün ifadə yazın. Aha, uşaqlar. Bir dənə alsam 40 qəpik verirəm, düzdürmü? 2 dənə alsam 2 dənə 40. 3 dənə alsam 3 dənə 40. 4 dənə qələm alsam 4 dənə 40 qəpik, düzdürmü? A dənə qələm alsam A dənə 40 qəpik vermiş olarmı? Yəni, burada nə olur uşaqlar ifadəmiz? 0,40. Hətta bunun axırında sıfırları atmaq olur. 0,4 vırılsın A qəpik vermiş oluramı? Qələm üçün. Dəftər üçün. Bir dənəsi 80 qəpikdirsə 2 dənəsi 2 vurulsun 80, 3 dənəsi 3 vurulsun 80, 4 dənəsi 4 vurulsun 80. B dənəsi 80 vurulsun, yəni 0,8 manatı çevirsək, vurulsun B sayda da dəftər oldu. Burada problem yoxdur uşaqlar. Ben də yazdıq bu. Cəmi nə qədər pul ödədi? Cəmi bu qədər pul ödədi. Qurtardım. İndi keçirək ardına. İfadə yaz deyirdi. Yazdım. Deyir ki, A bərabərdir 5 və B bərabərdir 6 olduqda ifadənin qiymətini tap. Deyir ki, A'nın yerinə. Bu birinci bənd idi, ikinci bənd. A'nın yerinə 5 qoy. B'nin yerinə 6 deyəsən deyirdi, düzdürmü? B'nin yerinə 10 qoy. 10 imiş. Hesabla. Yazıram 0,4 vurulsun A'nın yerinə 5. Plus 0,8 vurulsun B'nin yerinə 10. Bu bərabərdir 0,4'ü verib vuranda 5'i neçə eləyir uşaqlar? 4 vur 5 20. Vergül bir vahid solda olur 2. Bu ifadənin cavabı 2. Vergüllə 0 gedir 8. Bu ifadənin qiyməti də 8. 2 plus 8 bu da bərabərdir ifadənin qiyməti 10'a. Deməli neçə manat pul xərclədi bu qədər dəftərlə qələm üçün? 10 manat pul xərclədi. Aydındır uşaqlar. Bu formada təyin olunur. Keçək. Bir dənə də bəndi yazıram uşaqlar. B variantını da yazıram mən. C variantını özünüz yazacaqsınız. B variantında bizə nə deyir? B variantında. Deyir ki, bərabər yanlı üçbucağın oturacağı A santimetr, yan tərəfi isə B santimetrdir. Uşaqlar, bərabər yanlı üçbucaq nə idi? Yan tərəfləri bərabər olan üçbucaq, düzdürmü? Yəni, bu yan ilə bu yan bir-birinə bərabərdir. Bərabər yanlı üçbucağın oturacağı A. Yan tərəfi isə B. Buradan bura B'dirsə, buradan da burada B'dir. Bu saydı. Deyir ki, üçbucağın perimetrin hesablamaq üçün ifadə yazın. Uşaqlar, P-nin necə tapırdıq? Tərəflərinin cəmi deyildi. B plus A. Mənə verir B plus B elədir. 2B plus A. Deməli, uşaqlar, bərabər yanlı üçbucağın perimetri hansı düsturuna hesablanır? 2B plus A düsturuna. Keçdik ardına. A bərabərdir 8. B bərabərdir 7 olduqda ifadənin qiymətini tap. A'nın yerinə 8 qoy. B'nin yerinə 7 qoy. Yazıram. 2 vurulsun. P bərabərdir. Bir dəfə düstur yazım. 2B plus A. 2 vurulsun. B neçə oldu uşaqlar? 7. Plus. A neçə oldu? 8. 2 vur 7. 14. 14 plus 8. 22. Şu perimetri neçə olacaq? 22 santimetr olacaq. Keçirəm növbətiyə. 5-ci suala. C variantını uşaqlar bu misalda özünüz işləyirsiniz.
C-sizlik. Keçək deyir ki, bir şaftali yeşiyinin kütləsi A kiloqram, bir gilas yeşiyinin kütləsi isə 5 kiloqramdır. Hər bir ifadəyə uyğun məsələ qurun. Gəlin quraq. A variantında nə deyir? Deyir ki, A plus B. Deyirəm ki, bir yeşik şaftalı aldım, bir yeşik də gilas aldım. Deyirəm, cəmi neçə kiloqram meyvə aldım? Bir yeşik də A kiloqramdır, bir yeşik də B kiloqram. Düzdürmü? Bir yeşik şaftalı, bir yeşik gilas. Cəmi A plus B yeşik. A plus B kiloqram. B variantında deyirəm ki, 2 yeşik şaftalı aldım. Çünki A'dan 2 dənədir. 2A plus B verilib. Bir yeşik də gilas aldıq. Cəmi neçə kiloqram meyvə aldıq? C variantında 3 yeşik şaftalı, 3 yeşik gilas aldıq deyə bilərik. D variantında 1 yeşik şaftalı, 3 yeşik gilas aldıq. Y variantında 1 yeşik şaftalının kütlesi 1 yeşik gilasın kütləsindən neçə dəfə çoxdur? Nisbət deyirsə, deməli, neçə dəfə çox və yaxud da az olduğunu yoxlamaq üçündür. Aha, bu formada yazma olar. Keçirsiniz 6-cı suala. Deyir ki, dəyişənlərin verilmiş qiymətində ifadənin qiymətini hesablayın və müqayisə edin. Sadəcə uşaqlar dəyişənləri qoyacaqsınız yerinə, qiyməti hesablayacaqsınız və müqayisə edəcəksiniz. Yəni, böyüdür, kiçikdir. Əməlindən istifadə edəcəksiniz. Və yaxud da bərabərdir. B variantını yazıram. 4A plus B. Burada sadəcə 2-dən bəndi yazacağım. 4 vurulsun A plus B. Qalanın özünüz. Deyir ki, A bərabərdir 5 olsun. B bərabərdir -3 olsun. Yerinə qoyuram. 4 vurulsun. A'nın yerinə neçə oldu? 5. Üzərinə gəlsin. B'nin yerinə neçə verildi? -3. Bu bir sil ifadədir. 4 vurulsun. 5 plus -3. Plus mənfi yazırıqsa mənfinin mövzusudur. Keçdim 4 vur 5 20. Müsbət mənfi elədi -3. O da elədi 17 fərqli. 5 bu müsbət mənfidir deyə 5 çıx 3 elədi. 5-dən 3 çıxanda neçədir? 2. 4 vursan 2 neçə edir? 8. Bu ifadənin qiyməti 17, bu ifadənin qiyməti 8. Hansı daha böyüdür? 17 daha böyük hesab olunur. Keçək növbəti bəndə. Bir dənə də bəndi deyirəm. D variantını. Verilib D-də bizə nə? Verilib D variantında nə? D kvadratı plus C mənfi 2D plus 5. Verilib D bərabərdir -2. C bərabərdir 5. Uşaqlar, bu iki dəyişənli ifadədir. Bu bir dəyişənli. Səbəb niyə? Sadəcə D var. Başqa bir dəyişən yoxdur. İndi D-nin kvadratı -2-nin kvadratı plus C-miz neçə verdi? 5. -2 vur -2 elədi müsbət 4. 4 plus 5 elədi 9. Keçdim. -2 vurulsun D-nin yerinə neçə verdi? -2 plus 5. Mənfi vur mənfi. Elədi bizdə. Müsbət 4 plus 5. Bu da bərabər 9. Hər iki tərəfdə 9 aldım. Deməli, ifadələrin qiyməti bir-birinə bərabərdir. Aydındır uşaqlar? Bərabər olacaq. Növbəti bəndləri siz özünüz yazırsınız. Sadəcə ifadədə dəyişənin qiymətlərini yerinə qoyun.
Görün hansı böyük, kiçik və yaxud da bərabərdir. Sadəcə müqayisə edirsə. Aydındır uşaqlar? Aydındırsa əla. Sağ olun uşaqlar, növbəti dərsimizdə görüşərik. Sağ olun.